Bu komandanın ulduzu, bu komandanın daşıyanı Lamine Yamal'dır. Təsəvvür edirsiniz nə deməkdir bu? İndi Pedri öz yerində, Gavisi öz yerində, nə bilim, Kubarsisi öz yerində, Rafinhası başqa aləmdir. Amma bu komandanın o ümid yeri Lamine Yamal'dır. Və bu adamın 18 yaşı var. Və belə oyunçuların yanına təcrübəli oyuncular lazımdır. Lewandowski kimi 38 yaşlı təcrübəli oyuncu yox. TikToker Lewandowski lazım deyil. Futbol oynayan Lewandowski lazım idi. Wolfsburga 9 dəqiqəyə 5 gol vuran oyuncu lazım idi. Müdafiənin dayağı 18 yaşlı Kubarsidir. 19 yaşı olub təzəlikən. Bu komandaya təcrübəli oyuncular lazım idi. Necə ki ötən mövsüm Inigo Martinez var idi. Və Inigo Martinez az da olsa bu komandanı ayaqda saxlayırdı. Həm mental olaraq, həm də oyunu olaraq saxlayırdı ayaqda. Inigo Martinez dünya tarixinə gəlmiş ən güclü müdafiəçi deyil təbii ki. Amma hal-hazırki günümüzdə Barselonanın bu durumunda Inigo Martinez məndən Maldini səviyyəsində gəlirdi. Gerard Martin o təcrübəyə malik deyil. Gerard Martin 2 mövsümdür ki ortalığa çıxıb və Gerard Martin Çempionlar Liqasının himni eşidəndə ayağı titrəyir.